Əvvəlcə keçidin başlanğıcında səkinin üzərində dayanıb nəqliyyat vasitələrinin gəldiyi istiqamətə baxın. Onların sürətini və aranızdakı məsafəni düzgün qiymətləndirdikdən sonra keçidə daxil olun. Nəqliyyat vasitələrinin sürətini azaldaraq və ya dayanaraq sizə yol verdiyinə və yolu keçməyinizin sizin üçün təhlükəsiz olduğuna tam əmin olduqdan sonra hərəkətə başlayın. Üzərində dayandığım bu ayrıcı zolaq piyadaların hərəkəti üçün nəzərdə tutulmayıb. Növbəti dəfə sağa baxıb, eynilə təhlükəsizlik qaydalarına əməl etmək şərti ilə keçidi başa çatdırırıq.